Uşaqlar, biz bugün sizlə doymuş bir atomlu spirtlərə aid təcrübələr aparacağıq. Bizim əlimizdə var etil spirti, izobutil spirti, izoamil spirti və biz bugün bu spirtləri yandıracağıq. Spirtlər necə maddə? Yanıcı maddədir və biz bunları yandırmaqla onların necə yandığını müşahidə edəcəyik. Etil spirti necə yanır? Alovu necə olur? Ay, sağ ol. Göyümtül alovla yanır. İzobutil spirti və butil spirti isə daha parlaq alovla yanır. Yanan zaman etil spirti tez alışacaqdır. Molekul çəkisi artdıqca spirtlərin alışması biraz gecə olacaq, amma sönəndə hansı ki daha gec yanır, o daha parlaq alışacaqdır və daha genişlənəcək. Gəlin görək bu dediklərini necə müşahidə edəcək. Hər birinə bir spirtdən tökülür, bu kasalarımızda. Sən etil spirtindən biraz döyür. Hanısına? Yox, biraz. Birinə. Sen ondan tök biraz. Gözün onda ben Tökərəm. Sen yapıyorsun. İndi uşaqlar, hərəniz birini yandır. Gəlin görək necə alışacaq. Bax, dedik etil spirti necə alışır? Tez alışır. Tez alışır. Bunu yandırın. Etil spirtini bir yandırsın. Gördünüz aşağılar, həmən dəqiqə etil spirti alışır. Və necə yanır? Mavi alovla yanır. Görsənirmi bu? Həm də tez yanır. Və tez yanır. İndi sən yandır birini, birini də sən yandırarsan. Tut, yaxınlaşdır, gec yanacaq. Yaxınlaşdır. Gördünüz, bunun alovunu görürsünüz mü uşaqlar? Daha parlaqdır. Daha yüksəkdir. İndi növbəti kim yandıracaq? Yandır. Etil spirti əslində yanır, amma mavi alovu deyə yaxşı görsənmir. Şimdi onu tut yandır. Biraz gec yanır. Biraz gec yanır. Belə dedik, dedik molekul çəkisi artdıqca gec alışır. Alışacaq. Çox çiğdə qalır. Biraz gec alışır. Biz nə dedik də? Dedik molekul çəkisi artdıqca daha gec alışır. Yandı. Yandı. Ne geldi? Gördüğünüz kimi artık bu da parlaq alovla yanmağa başladı. Ancaq bu eyni vaxtda yansın. Ne gəlin hər üçün müşahidə edək. Gördüğünüz kimi uşaqlar. Etil spirti mavi alovla yanır, değil mi? İzobutil spirti və izoamil spirtlər isə daha parlaq alovla yanır. Biz de oradan da müşahidə etdik ki, spirtlər yanıcıdır və molekul çəkisi artdıqca onların alışması daha parlaq olur. İndi isə spirtlərin suda həll olmasını müşahidə edəcəyik. Biz bunu müşahidə etməkdən ötürü rəngli sudan istifadə edirik ki, baxaq görək onunla bu necə qarışıqdır. Etil spirti suda yaxşı həll olur. Amma spirtlərin molekul çəkisi artdıqca suda həll olması pisləşir. Və gəlin indi baxaq o birisi spirtlərin suda həll olması necə? Sən etil spiritini həll elə. Deməli, suyu tök. Yox, tök. Və üzərinə etil spirti tökülür. Bir qarışdır. Qarışdır görək həll. Yox, aşağı. Karıştır, koy. Karıştırdın, Görsünüz uşaqlar, bu gec söndür. Həm gecə alışır, həm gec söndür. Baxın uşaqlar. Sizcə həll oldu suda? Bəli. Biz nə demişdik? Etil spirti suda həll olur. Rəngli ilə rəngsiz bir-birindən tamamilə qarışır. Bu bizim etil spirti. İndi... Yox, sən elədin, də sən elədin. Gəl. Önündə kim eləyib? Bunu biri hanı? Evi yox. Hə, səndədir. Deməli, tök rəngli sudan. Birində sən eləyərsən. Olmaz siz də qarışdırarsınız. Yaxşıdır, yaxşıdır. Və ona tökürük izoamil spiritini. Artıq bu molekul çəkisi, etil spirti molekul çəkisinin çox. Və qarışdır. Qarışdır. Uşaqlar, indi baxın. Bunlar suyun içində yana bilir. Hər yerə yana bilər. Yox, indi
baxın nə olacaq. Üstünde kaldım ben de. Gördünüz nə oldu? Olmadı. Həll olmadı. İzoamil spirt. Bax rəngini ona görə fərqli seçmişəm ki, görəsiniz. Nə oldu? İzoamil spirti suda həll olmadı. İndi burada bir də varımızdır bizim izobutil spirtimiz. Görək o necə olacaq. Onu da sən yoxla. Aha. Qarşı. Bəli. Yalnız hansı həll oldu? Etil spirt. Baxın uşaqlar, yüzdəmi qaldı. Deməli, nə izobutil spirti, nə izoamil spirti suda həll olmadı. Baxın, etil spirti tamamilə həll oldu. İzoamil və izobutil spirtləri isə suda həll olmadı. Deməli, biz bayaq nə demişdik? Spirtlərin molekul səksi artdıqca onların suda həll olması pisləşir. Və bunu burada müşahidə edirik. Sonra bizim burada indikator kağızımız var. Spirtlər indikator kağızının rəngini dəyişdirmir. Gəlin görək doğrudan da belədirmi? Kim yoxlamaq istəyir? Ben istemiyorum. Kim istəyir? Yox. Ben de isteyeyim. Bir nəfər də. Başqa kim istəyir? Hə. Deməli, birinci yoxlayırıq izoamil spirtinin indikatorlara təsiri. Onunla tutub içinə sal, yoxla. Görək rəngi dəyişir, yoxsa yox. Eti de değişmiyor. Bu heç biri dəyişmir. Ümumiyyətlə spirtlər dəyişmir. Etçidə ola bilər dəyişsin, bilsin niyə? Çünki orada biraz su qarşılığı var. Hə, heç nə olmaz. Gördünüz uşaqlar, bax rəngi dəyişmədi, olduğu kimi qaldı. Aha. Sonra növbəti spirti kim yoxlayır? Hə, yoxla. Yox, yaxşı deyil. Aha. Gördünüz ki, yenə də dəyişmədi rəngi. Bəli, çünki spirtlər indikatorlara təsir edir. Hansı spirt də yoxlamaq istəyirsən? Hə, yoxla. Hansını da yoxlamaq istəyirsən? Bunda. Yoxlayarsan, bu yoxlamaq yoxlasın. Belə dur, belə dur. Hə. Aha. Hə də, yəni ki, əgər spirt məhludursa da indikatorun rənginə təsir etmir. Amma turşular qızarır indikator məhluluna salanda. Qələvlər mavi rəng alır. Amma spirt məhlulu təsir edəmir. Aha, bu da belə. Burada. Bəli, gördüyümüz kimi, bəli, indikatorlar təsir eləmədi. Indikator spirt məhlulunda öz rəngini dəyişmədi. Bugün biz sizlə hansı təcrübələr apardıq? Kim deyər? Spirtləri birinci nədir? Yandırdıq. Onların yanıcı olduğunu müşahidə elədik. Və molekul səksin artdığıyla parlaqlığının da artdığını gördük və geç söndürdüyünü gördük. Və molekul səks artdıqca molekul səks artdıqca nə oldu? Bəli, spirtlərin həll olması azalır. Bugün biz bunları öyrəndik. Sağ olun. Növbəti təcrübələrdə görüşürüz. İnşallah.